Uşaqlar, bu günləri Afrika ilə Avstraliyanın daxili suları haqqında sizə məlumat verəcəm. Afrika materikinin daxili suları 3 hövzəyə aiddir. Hind okeanı, Atlantik okean və daxili axarsız hövzə. Hind okeanı hövzəsinə aid olan Zambezi, Limpopo çaylarıdır. Limpopo çayı cənub tropikini 2 dəfə kəsib keçən çaydır. Və bu çaylar əsasən yay aylarında daha bol sulu olurlar. Xüsusilə də Zambezi cənub subekvatorialındadır. Dekabr, yanvar, fevral aylarında bol yağış yağır. Bunun üzərində Viktoriya şəlaləsi yerləşir. Atlantik okean hövzəsinə aid olan çaylardan Nil çayıdır, Senegal, Volta, Niger, Kongo çayı və Oranj, yəni narıncı çayıdır. Kongo çayı ekvatoru 2 dəfə kəsib keçən çaydır. Uşaqlar, Afrikada və dünyada ən uzun çay Nil çayıdır. Nil çayının 2 qolu var. Ağ Nil Viktoriya gölündən ekvatorialdan başlayır. Mavi Nil Efiopiyada Tana gölündən subekvatorialdan başlayır və yuxarı axarları ekvatorial, xüsusilə də subekvatorialda daha çox ərazidən su topladığına görə böyük məsafədə səhradan keçməsinə baxmayaraq qurumur. Səhrada çox isti havadır, yağış yağmır, yuxarıdan çox su gətirdiyinə görə səhradan keçəndə qurumur. Mənsəbinə yaxın Misir dövlətinin ərazisində qədimdən bəri əkinçilikdə, suvarmada çox geniş şəkildə istifadə edilir. Aralıq dənizinə tökülür, delta formasındadır mənsəbi və dünyada ilk dəfə delta adını Misirlilər verirlər Nil çayına. Uşaqlar, Misir və Sudan dövlətinin arasında Asuan su anbarı var, Nasir Asuan su anbarı. Bu su anbarı tikilməsinin Nil çayına çox böyük xeyri olub və ziyanıdır deyib. Xeyri nədən ibarətdir? Çayın rejimi tənzimlənib, artıq daşımır, çünki yay aylarında çay daşırdı, çox yağış yağmasına görə. Və onun üstündəki su elektrik stansiyası çoxlu elektrik enerjisi verir, ətrafında iqtisadiyyat inkişaf edir. Amma mənfi cəhəti nədir? Uşaqlar, çay rejimi tənzimlənməmişdən əvvəl daşıb ətraf əraziləri çöküntülərlə örtürdü. Çayın gətirdiyi çöküntülər torpağı təbii gübrə ilə zənginləşdirirdi. Torpaqlar daha mümbit olurdu, yaxşı olurdu. Amma su anbarı yaradılandan sonra artıq çay daşmır, torpaqların keyfiyyəti, məhsuldarlığı aşağı düşür və eyni zamanda burada elektrik stansiyasına görə iqtisadiyyat inkişaf eləmişdi. Sonunda burada insanlar çox yaşadığına görə ekoloji cəhətdən gərgin vəziyyət yaranır, yəni çox çeşidlənmə baş verir. Keçək Senegaldır, Voltadır, Nigerdir, Kongo çayları. Kongoya keçməyək, bu çaylar subekvatorialdadır, bunlar da şimal subekvatorialda, yayda bol su olurlar. Çad gölünə tökülən Şari çayı və Kalahari səhrasında quruyan Okavango çayı daxil axarsız hövzəyə aid olan çaylardır. Şari çayı da subekvatorialda axdığına görə yay aylarında bol sulu olur. Kongo çayı. Kongo çayı Afrikanın mərkəzində Kongo çökəkliyindən axır və ətrafı, belə deyək, pilləli şəkildə mərkəzə doğru sınmalardan ibarət olan ərazidir. Gördüyünüz kimi mərkəzi yaşıl nisbətən, kənarları daha sarı rəylərdədir. Kənarı hündürdür, ortası çökəkdir, amma pillə-pillə olduğuna görə içəriyə doğru sınma. Burada çoxlu şəlalələrə rast gəlirlər. Livingstone, Stanley, buranı tədqiq edən alimlərin adlarıdır. Sonra Port de Anfer, Alguravis kimi şəlalələr var burada. Kongo çayının mənsəbi estuari formasındadır və dünyada ən bol sulu ikinci çaydır. Birinci Amazondur, ikincisi Kongodur. Kongonun da bol sulu olmasının səbəbi ekvatorial iqlim qurşağında yerləşməsidir. Kongo çayının suyu Nil çayına nisbətən 10 dəfədən artıq çoxdur. Yaxşı, keçək göllərinə. Deməli, Afrikadakı göllər, mən sizə demişəm ki, hamısı demək olar şirin suludur, testdə qarşınıza çıxacaq göllər. Şirin sulu götürürsünüz, hamısı axarlıdır, amma bir dənə Çad gölü axarsızdır. Çad gölündə Şari çayı tökülür, amma heç bir çay başlamır. Sadəcə bu Çad gölü Bodeli çökəkliyindən başladığına görə yeraltı sularla, orada zəngin yeraltı sular var, o sularla qarışır və su şirinləşir. Yeganə göllərdən biridir ki, Çad gölü axarsız və şirin suludur. Normalda axarsız göllər duzlu olurlar. Tana gölü dedim, Mavi Nil başlayırdı orada, Efiopiyanın ərazisindədir. Sonra Viktoriya ən böyük gölüdür, Tanganyika ən dərin gölüdür, Tanganyika, Nyasa, Rudolf Albert gölləri, bunlar tektonik sınmada yerləşən göllərdir.
və hamısı da şirin sulu göllərmiş olur və axarlıdır. Keçək Avustraliyaya. Avustraliyada çox şey yoxdur, daha sadədir. Avustraliyanın çayları da 3 hövzəyə aiddir. Sakit Okean, Hind Okeanı və daxili axarsız hövzə. Sakit Okean hövzəsinin çayları cəmi 10% verirlər. Hind Okeanı hövzəsinin çayları 30% təşkil edir, amma ən çox daxili axarsız hövzədir. 60%. Şuralar Avustraliyada deyirlər ki, relief təxmin deyil, amma bu dəqiq bir şey deyil. Təxminən nəlbəki kimi. Kənarları hündürdür, ortası çökəkdir. Necədir? Kənarları hündür, orta çökəkdir. Çaylar içəriyə doğru axır. 60% çaylar daxili axarsız hövzəyə aiddir. Sakit Okean hövzəsinə aid əhəmiyyətli çay yoxdur, çünki böyük suvarıcı silsilə sahildə yerləşir. Oradan başlayan qısa və bolsulu çaylar xəritədə göstərilməyib. Ən uzun çayı Murray və onun qolu Darlingdir. Murray, Darling, qolu özündən 2 dəfə uzun olan çay demişik buna. Darling, Murray'dən 2 dəfə daha uzundur. Sonra bir də Avustraliyanın daxil hissəsində quraqlıq olduğuna görə yarı yolda quruyan çaylar çoxdur. Biz olaraq kriklər deyirdik, bəli, kor mənsəbli çaylara krik deyirlər Avustraliyada. Eyre gölünə tökülən Coopers Creek, Eyre Creek, Diamantina kimi çaylar var. Bunlar hamısı ilin rütubətli dövründə bolsulu olub, quraqlıq vaxtı quruyan çaylardır. Göllərdən yenə də deyək, ən böyüsü Eyre gölüdür. Quruyan vaxtı, quraqlıq vaxtı göl bölünür, şimali və cənubi Eyre, yəni Eyre North, Eyre South kimi hissələrə bölünür. Bundan başqa 2-3 dənə də balaca göl verirlər. Məsələn, Çəhrayı Hiller gölü var, Torrens gölü var, Argyle gölü var ki, süni yaradılmış Argyle gölü. Onlar haqqında da məlumatınız olsa yaxşı olar. Amma ən böyük şirin sulu göllər cənub hissəsində və Tasmaniya adasında toplaşır. Bu qədər.